Salam, bugünkü dərsimizdə personal pronomen, yəni şəxs əvəzliklərini keçəcəyik və beləliklə həm özümüzü, həm də başqalarını tanıtacağıq. Elə isə keçək dərsimizə. Bilməyənlər üçün şəxs əvəzliklərini sıralayaq. Mən, sən, o, biz, siz, onlar. Bir də hörmət mənasında siz əvəzliyi var Alman dilində. Buraya qısa bir film kəsidi əlavə etdim. İndi gəlin Alman dilində tərcümələrinə baxaq. Mən, ich bin, sən, du bist, o, er, sie, es ist. Burada er kişi cinsi üçün, sie qadın, es cansız varlıqlar və heyvanlar üçün nəzərdə tutulub. Biz, wir sind, siz hörmət mənasında sie sind. Siz, sizlər, ihr seid, onlar, sie sind. Burada gördüyünüz kimi 3 dənə zi var. Gəlin bunları necə ayırt edəcəyik bir baxaq. Əgər s böyük hərflə başlayarsa və xəbər cəmdədirsə, yəni sie sind olarsa, başa düşəcəyik ki, burada hörmət mənasında siz deməkdir. Əgər s kiçik hərflə başlayarsa və xəbər təkdə olarsa, sie ist, yəni qadın cinsində o mənasını verəcək. Əgər s kiçik hərflə başlayarsa və xəbər cəmdədirsə, sie sind, onlar mənasını verir. Bunların hamısını dostlar cümlə qurduqca daha yaxşı başa düşəcəksiniz. İndi gəlin baxaq. Ich bin Ayhan, mən Ayxan. Du bist klug, sən ağıllısan. Er ist Lehrer, o müəllimdir kişi cinsi üçün. Sie ist Lehrerin, o müəllimədir qadın cinsi üçün. Burada Lehrerin sözünün sonunda in şəkilçisi var. Yəni bu o deməkdir ki, qadın cinsində olan bir çox peşə isimlərinin sonuna in şəkilçisi artırmalıyıq. Sie sind Kinder, onlar uşaqdırlar. Es ist spät, gecdir. Sie sind Arzt, siz doktorsunuz, hörmət mənasında. Ihr seid meine Freunde, siz mənim dostlarımsınız. Wir sind Freunde, biz dostuq. İndi isə dostlar sizə 5 sualdan ibarət qısa bir test hazırladım. Burada sizdən 5 ədəd cümlə qurmanızı istəyəcəyəm. Gəlin keçək testimizə. Ich bin Ayhan. O buradadır, qadın cinsində o demək istədim. Yəni burada sie ist hier olacaq. Burada siz mehribansınız, cəm mənasında demək istədim. Yəni çoxluq mənasında ihr seid net olacaq. Burada gördüyünüz kimi onlar müəllimdir. Onlar zi olacaq, kiçik hərflə başlayacaq və burada cəm olduğuna görə xəbər də cəmdə olacaq. Sie sind Lehrer. Burada gördüyünüz kimi siz doktorsunuz. Yəni bir nəfər qadın cinsində olan doktora hörmət mənasında deməliyik. Sie sind Ärztin. Burada Ärztin sözünün həm sonuna in artırılıb, həm də kökündən dəyişilib. Belə sözləri dəqiq bilmək üçün bütün sözləri artikelları ilə birlikdə öyrənməliyik. Bunun üçün bir sonraki dərsdə sizə artikelları keçəcəm. Bugünlük bu qədər kifayətdir dostlar. Və dostlar bunu demək istəyirəm ki, hər gün 5 dəqiqə öyrənməyiniz belə sizin xeyrinizə olacaqdır. Bugünlük bu qədər idi. Sağ olun, salamat qalın. Auf Wiedersehen.